Hər ömür bir iz buraxır. Amma elələri var ki, təkcə izi ilə yox, işığı ilə yadda qalır. Zərifə xanım Əliyeva. Yalnız alim və həkim deyil, o bir vəfa, bir nur simvoludur. Onun ömrü insanlara işıq bəxş etmək və dünya işığını görməyə kömək etməklə keçib. Zərifə xanımın təhsilə olan sevgisi onu 1942-ci ildə Bakıya gətirdi. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdi. Elmi yolunun davamı isə Moskvada Ümumİttifaq Həkimləri Təkmilləşdirmə İnstitutunda başladı. O, oftalmologiyanı sadəcə bir ixtisas kimi deyil, missiya kimi seçmişdi. İnsanların görmək haqqını qorumaq. Traxoma, o dövrün ən qorxulu göz xəstəliklərindən biri. Ona qarşı mübarizəyə başladı. Yazdı, araşdırdı, öyrətdi. Sənaye sahəsində çalışan insanların göz sağlamlığı onun üçün prioritetə çevrildi. Şəkərli diabetdə göz xəstəlikləri, gözün mikrocərrahiyyəsi kimi fundamental əsərlərə imza atdı. Elm yolunda zirvələrə yüksəldi. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü oldu. Bu tədqiqatlar SSR miqyasında nümunəyə çevrildi. Zərifə xanım üçün həkimlik yalnız diaqnoz qoymaq deyildi. O bunu bir həyat fəlsəfəsinə çevirmişdi. Həkim və xəstə arasında etimad, onun fikrincə, dərmanın təsirindən də güclüdür. Tibbi etika və deontologiya məsələlərinə xüsusi yer ayıran Zərifə Əliyeva həkimin yüksək vəzifəsi, tibbi etika və əxlaq kimi əsərlərində bu baxışları geniş şəkildə izah etmişdir. Onun həmkarları deyirdi, Zərifə xanım həm peşəkar, həm də mükəmməl insan idi. Ömrünün 30-cu baharı, 8 noyabr 1954-cü ildə Zərifə xanım həyatını Azərbaycanın müasir tarixində misilsiz rol oynayan bir liderlə, Heydər Əliyevlə birləşdirdi. Zərifə xanımı xatırlamaq üçün, bəlkə mənim üçün daha da təsirlidir. Çünki Zərifə xanım mənim həyat yoldaşımdır. Və bəlkə də mənim qədər onu tanıyan, mənim qədər onu hiss edən adam olmayıbdır. Hətta onun valideynləri də bəlkə onu təbidir ki, təsliyiblər, böyüdüblər, təhsil veriblər, ona həyat veriblər. Ancaq mən ondan həyat qurandan sonra bircə yaşadığımız evrində təbidir ki, mənim fikirlərim bütün onun haqqında deyilənlərdən daha da genişdir. Bu evlilikdən 2 övladı, Sevil və İlham dünyaya gəlir. Zərif, qayğıkeş və mehriban bir ana olan Zərifə xanım övladlarını həyata hazırlayan ilk müəllim, ilk dost oldu. Ailədə tərbiyəni, valideynlərin münasibətlərini görərək alırdı. Və əlbəttə 70-ci illərdə Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları ola bilərdi, müxtəlif üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi. Heç vaxt bürüzə vermirdi ki, Heydər Əliyevin birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu, sadə insanların əhatəsində olurdu. Çox təvəzzükar idi və o çalışırdı ki, hər kəsə köməklik göstərsin. Zərifə Əliyevanın elmi uğurları və insana bəxş etdiyi nur dövlət tərəfindən də yüksək qiymətləndirilir. 1980-ci ildə Azərbaycanın əməkdar elm xadimi adına, 1981-ci ildə isə SSR Tibb Elmlər Akademiyasının Moisey İsakoviç Averbakh mükafatına layiq görülür. Bu mükafatı qazanan ilk qadın alim kimi tarixə düşür.
Qüssə fəlakət sənsiz. Amma həyatın acı bir həqiqəti var. Ölüm. Vaxtsız gələn ölüm Zərifə Əliyevanı Azərbaycan tibb elmindən alır. Bəlkə də ömür vəfa etsəydi, elmi araşdırmalara aparar, dünya tibb elminə neçə töhfələr verərdi. İndi taliyə belə gətirib ki, aprel ayında həm doğulub, aprel ayında da həyatdan gedibdir. Xatirimdədir, Moskvada xəstəxanada müalicə olarkən onun artıq ağır xəstəliyə düçar olduğunu bilərkən mən bir arzu edirdim ki, o doğum gününə qədər, anadan olan gününə qədər yaşasın. Ancaq mənim borcum yerinə yetirilmədi. Aprelin 15-də vəfat etdi. Bugün ölkə üzrə müxtəlif səhiyyə və elm müəssisələri Zərifə Əliyevanın adını daşıyaraq onun elmi və insani mirasını yaşadır. Həmçinin doğulduğu Naxçıvanda da poliklinika və Şaxtaxtı kənd orta məktəbi onun adını daşıyır. Nə xoş ki, bugün də Zərifə xanımın bizə əmanət qoyduğu elm tələbələri tərəfindən davam etdirilir. Bugün aprel ayı Zərifə Əliyeva kimi unudulmaz bir şəxsiyyətin doğumunu və əbədi xatirəsini yaşadan tarix kimi anılır.